Bir vaxtlar turistlərin ən böyük problemlərindən biri getmək istədikləri ölkə haqqında etibarlı məlumat əldə etmək idi. Məlumat çatışmazlığı bəzən səyahət qərarını təxirə salır, hətta bəzi hallarda həmin istiqamətdən imtinaya səbəb olurdu. Mütəxəssislər hesab edirlər ki, bu amil turist axınına da təsirsiz ötüşmürdü. Son illərdə rəqəmsal platformalar vəziyyəti xeyli dəyişsə də, növbəti mərhələdə süni intellektin imkanları turizmin inkişafına yeni təkan verə bilər. Hesab edirəm ki, yəni bugün əgər süni intellektə daha çox informasiyalar inteqrasiya olunsa, gələcəkdə turistlər daha çox gəliş-gediş olacaq. Yəni həm Azərbaycan hüdudlarından kənara, həm də Azərbaycana gələn turistlərin sayı çoxalacaq. Ümumi olaraq bütün dünyada səyahət etmək istəyən vətəndaşların sayı daha çoxalacaq. Çünki informasiya daha çox olacaq. Daha öncə informasiya qıtlığı səbəbindən turist də müəyyən qədər çəkinirdi hər hansı bir destinasiyaya getmək üçün. Amma bugün informasiya bolluğundan vətəndaşlar da rahat şəkildə, ürəkli şəkildə öz səyahətlərinə davam etdirəcəklər. Dövlət Turizm Agentliyi də bu istiqamətdə hazırlıq işlərinə başlayıb. Qurum süni intellekt həllərinin turizm sahəsində təhlükəsiz və səmərəli tətbiqi üçün araşdırmalar aparır, tətbiq oluna biləcək innovativ həlləri müəyyənləşdirir. Və növbəti bizim istiqamətimiz süni intellekt həllərin tətbiqi ilə bağlıdır. Dövlət Turizm Agentliyi qarşısında bu istiqamətdə duran başlıca iş bu sahədə mümkün innovativ süni intellekt həllərin tətbiqidir. Təbii ki, təhlükəsiz mühitdə tətbiqi və bu məqsədlə biz ilkin olaraq müəyyən bir araşdırma işi aparmağı və tətbiq edilə biləcək həllər növünü müəyyənləşdirməyə qarşı məqsəd qoymuşuq. Agentlikdən bildirilib ki, yenilənən Azerbaijan.travel portalında da süni intellekt əsaslı həllərin tətbiqi nəzərdə tutulur. Hazırda istifadəçilərin maraq dairəsi, üstünlükləri və səfər məqsədinə uyğun fərdiləşdirilmiş marşrutlar hazırlaya bilən süni intellekt əsaslı səyahət planlayıcısı üzərində iş aparılır. Bununla yanaşı, strateji hədəflərdən biri vahid rəqəmsal turizm ekosisteminin formalaşdırılmasıdır. Gələcəkdə turizm informasiya sisteminin imkanları genişləndirilərək iaşə obyektləri, muzeylər, sənətkarlar, nəqliyyat xidmətləri və digər turizm subyektlərinin də vahid platformaya inteqrasiyası planlaşdırılır. Bəyim Mahir qızı, Arif Həsənov, Səbinə Şükürova, İTV Xəbər.